Əziz və dəyərli seçicilər, deputat seçkiləri sizin həyatınızda ən mühüm hadisələrdən biridir. Belədir ki, siz öz nümayəndənizi ölkənin ali qanunverici orqanı olan Milli Məclisinə seçmək üçün səs verəcəksiniz. Mən söz verirəm ki, əgər seçilsəm, sizin səsləndirdiyiniz bütün problemləri öz problemlərim kimi yanaşacaq, sizi maraqlandıran məsələlərlə bağlı, işsizliklə bağlı, sosial məsələlərlə bağlı, ali qanunvericiliyi orqanda və mərkəzi yerli icra hakimiyyəti orqanlarında müraciətinizə bağlı sizin bütün məsələlərinizi gündəmə gətirib, həllin tapması üçün əlimdən gələni edəcəm. Mənə dəstək olmaqla, mənə səs verməklə siz öz səsinizi Milli Məclisdə eşitdirə və bütün bunu Respublikaya çatdıra bilərsiniz. Belədir ki, millət vəkillərinin adından da görsəndiyi kimi, onların əsas funksiyası məhz ona səs verən elektoratın, ona səs verən seçicilərin problemlərini orada bir vəkil olaraq, vasitəçi olaraq, qanunverici orqan olan Milli Məclisdə səsləndirmək və həlli üçün qanun təşkil verməkdir. Mən bu funksiyaları daim şərəflə, ləyaqətlə, ən yüksək məsuliyyətlə yerinə yetirəcəyimə sizin hər biriniz önündə söz verirəm. Ümumilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Bugün əminliklə demək olar ki, gənc nəsil cəmiyyətdə gedən quruculuq prosesində iştirakçının yüksək səviyyədə təmin olunması istiqamətində reallaşdıran bütün tədbirlər Azərbaycan gəncliyini daha da böyük uğura qavuşturacaqdır. Məhz bu gənclər Müzəffər Ali Baş Komandanın əmri ilə 44 gün davam edən Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək cəsarətləri ilə düşməni diz çökdürdülər. Qazandıqları zəfər ilə 30 illik həsrətimizə son qoydular. Vətən müharibəsində qalibiyyətlə və zəfər üçün qanını verən şəhidlərimiz, qazilərimiz əbədi olaraq tarixdə və yaddaşlarımızda qalacaqdır. Bu insanların haqq etdikləri sayğılı münasibəti göstərilməsinə nail olmaq, təqaüdlərin qalxmasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına çalışacağım. Və mən bir Şuşalı olaraq bu qəhrəmanların igidliyini heç vaxt yadımdan çıxartmayacağım. Bütün şəhid və qazi analar əllərindən öpür, qarşısında baş əyirəm. Artıq bizim üçün yeni dövr başlayır. Biz qalib xalq olaraq gücümüzü birləşdirməliyik. Yaşasın Azərbaycan, yaşasın Qarabağ.